Salam əziz izləyicilərim. Çoxdandır video çəkmirdim. Müəyyən işlər var idi. Allahın izni ilə hər şey yolunda, qaydasındadır. Həmişəki kimi olduğumuz yoldan davam edəcəm. Sizdən xahişim ondan ibarətdir ki, sadəcə olaraq bu videonu bəyənirsiniz. Yəni öyrənmək istəyənlər axıra kimi qulaq assın. Öyrənmək istəməyənlərə, nə bilim, alimlərə buradan sözümüz yoxdur. Allahın izni ilə inşallah. Bizlə işləyənlər həmişə bilirlər ki, biz bir yox, iki addım qabaqdayıq. Bugünkü mövzumuz cücələrlə bağlıdır. Cücələr necə bəslənməlidir? Biz 100 dənə cücənin əsas maliyyəti nə qədər olmalıdır? Onun haqqında danışacağım Allahın izni ilə inşallah. Və burada 100 dənə cücədən misal gətiriləcək ki, ümumi dəyərdə satış miqdarımız bizim çəki cəhətindən 1 kilo 400 qram olan cücələr nə qədər yem yeməlidir? 100 ədəd üzərində hesablama aparılacaq Allahın izni ilə inşallah. Ümumilikdə 100 ədəd cücənin maliyyət dəyəri kiloqram cəhətindən deyirəm, yem kiloqramı 252 kiloqramdır. 252 kiloqram. Bunu da yuvarlaşdıranda 300 kiloqram yemə ehtiyacımız olur. Bu bizim zapazımıza görə 300 kiloqramla götürülür ki, 100 ədəd cücəniz varsa 1 kilo 400 qrama çatdırmaqdan ötürü cəmi cümlədən 300 kiloqram yemə ehtiyacımız olur. Və desəz ki, bu zavod yemində belə deyil, çox yeyirlər, aşırı dərəcədə yeyirlər. Bəli, bunlar düzgündür. Biz sizə hansı köməkliyi göstəririk və verdiyimiz rasionlara da %95%lıq Allahın izni ilə inşallah cavabdehlik daşıyırıq ki, mən dediyim kimi baxın, Allahın izni ilə nəticə götürəcəksiniz. Biz sizə öz yeminizi hazırladırıq və bunun sayəsində həm cücələriniz daha yaxşı inkişaf edir, həm də ki, yem cəhətindən çox aşağı qiymətə biz nəticə götürə bilirik. Az yemlə daha çox nəticə götürürük. Bunun üçün bizdə hansı yem proqramından danışım sizlər üçün ki, biz hansı yemləri verəcəyik. İlk başda başlanğıc yeminlə gedəcəyik, sonra böyütmə, sonra isə bitirmə yemidir. Yemlərimiz çox sadədir, mürəkkəb bir yem yoxdur. Siz bunları indi 100 dənə ilə yox, böyük təsərrüfatçılar əsasən 10.000 dənə, 5.000 dənə, nə bilim 50.000 dənə vurmaq istəyənlər bunlar yemi stoklamalıdır mütləqli şəkildə, amma az təsərrüfatçılar, yəni az sayda məşğul olmaq istəyənlər də indi yay dövrüdür. İndidən yemini yığmağı çox mükəmməldir və çox maliyyət cəhətindən aşağı düşür və bu da bizim üçün maliyyə cəhətindən çox üstünlük təşkil eləyəcək Allahın izni ilə inşallah. Yemdən yararlanma isə 1.8-dir. Bu nə deməkdir? Yəni 1 kiloluq çəkiyə almaqdan ötürü bir dənə cücəmiz 1 kilo 800 qram yem yeyəcək. Amma biz planda nəyi nəzərdə tutmuşuq? 1 kilo 400'ü. 1 kilo 400'ü də 1.8 ilə hesabladığımıza görə takda 1 kilo 400'ü 1.8'ə vurub bunu ala bilərsiniz ki, 250 kiloqram yem eləyir, amma maliyyə cəhətindən yuvarlaşdıranda 300 kiloqram yem olur və burada sizə 3 dənə rasyon veriləcək. Bu ərəfədə biz bu işi içərisinə daxil oluruq ki, sizə rasyon hazırladırıq və baxılma şəraitini deyirik. Baxılma şəraitinə cücələrin gündəlik olaraq temperaturu hansı vaxtda nə qədər olmalıdır? Cücələr ilk vaxta gələndə necə olmalıdır? İçənin temperaturu necə olmalıdır? Mayalanma necə olmalıdır? Sonradan yem neçə saatdan sonra yem verilməlidir və hansı günlərində hansı vitaminlərdən, dərmanlardan istifadə olmalıdır. O sizlər üçün deyiləcək Allahın izni ilə inşallah. Bizim üçün bu mayalandırma dərmanı var. Bu mayalandırma dərmanı çox gözəl bir qatqıdır həqiqətən. Həm vitamin kompleksləri var tərkibində, həm də ki
Antibiotik var. Desəz ki, antibiotik lazımdır mütləq. Çünki birinci mədə bağırsaq florasında dəstəkləyici funksiyanı biz antibiotiklə alırıq. Sonra isə burada antibiotik cəmi cümlədən 3 gün ərzində, 4 gün ərzində istifadə olunur. Sonradan başqa dərmanlar, vitamin kompleksləri qatılıb verilir və daha yaxşı nəticələr əldə etməyinizə köməklik olunur və satış müddətinə qalanda isə 15 gündə heç bir şey qatqıdan istifadə olunmur antibiotik cəhətindən və bunun sayəsində də bizim cücələrimiz daha yaxşı inkişaf eləyir, xəstəlikdən uzaq dura bilirlər. Proqrama nə daxildir? Rasionu cəmi cümlədən bax bu pangonu almaq şərti ilə 15 ədəd göndərilir sizə. Bu bir dənəsi 50 kiloqram yemə qatılacaq. Bax, bir dənəsi 100 qramlıq paçkadır, 100 qramlıq paçkadır və 50 kiloqram yemə qatılıb verilir. Bunun içərisində heç bir antibiotik yoxdur. Bunun içərisi amino asidlər və vitamin kompleksindən ibarətdir. Amino asidlərdən də əsasən lizin və metoindən təşkil olmuş, qalan hissəsi isə kalsium və vitaminlərdən təşkil olmuşdur. İçərisində A, D, E vitaminlərindən əlavə başqa vitaminlər də var. Bu heç bir zərər verici bir qatqı deyil. İnsanlar da hətta dərman komplekslərində, vitamin komplekslərində amino asidlərdən istifadə edirlər. Amino asidlər zəncirvari bir təbəqədir. Onun birləşməsindən bu cür maddələr əmələ gəlir ki, bu protein səviyyəsinin yüksəldilməsinə, həzmi daha yaxşı inkişaf elətdirir və mədə bağırsaq düzgün şəkildə işlədiyinə görə bizim cücələrimiz tez bir zamanda inkişaf eləyir. Proqramın ümumi dəyəri 60 manatdır. 60 manat ödəmək şərti ilə siz cəmi cümlədən bundan 15 ədəd götürürsünüz. 15 ədəd götürürsünüz. 15 ədəd götürüləndən sonra sizə baxılma şəraiti, yem rasionu 3 cür yem veriləcək və 1 kilo 400 qram cücələriniz olacaq Allahın izni ilə inşallah və 3 cür yemlə istifadə olunacaq. Başlanğıc yemi, böyütmə yemi və bitirmə yemi. Burada biz seribislərdən də istifadə edə bilərik. Əsasən də çalışın F6-lardan istifadə eləyin. Həqiqətən mükəmməl bir böyüməni sağlayırlar və bunun sayəsində də həm ətimizin, yəni cücələrin keyfiyyət ət baxımından sizə daha çox geri dönüş eləyəcək. Çünki biz tamına zavod yemini öz evinizdə hazırlatmağa şərait yaradırıq və dad keyfiyyət məsələsinə də %95% nağdiyə qarant edirəm ki, heç kim şikayət etməyəcək ki, bu dadsızdır, yaxud da nədir. Hətta broilerləri belə bizim yemlə bəslədikdə, amma broiler təmiz bambaşqa bir yem rasionudur. Bu yem rasionuna bu daxil deyil. Sadəcə olaraq bura seribislər, kənd cücələri daxildir. Serebis kənd cücələri, lideri də əlavə eləmək olar. Lider bir balaca üstündə yem yeyə bilər, amma 300 kiloqramla tamına liderləri, lider 55-ləri bağlamaq olar. Çox super bir nəticəniz olacaq. Kim istəsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Sizə zəmanət verirəm ki, cücələriniz Allahın izni ilə inşallah 100 ədəd cücə ilə başlanğıc eləsəz, cəmi cümlədən 252 kiloqram yeminiz gedir və yuvarlaşdıranda 300 kiloqram. Buna kənd cücələri, serebis və lider 55 daxildir. Lider 55-də 300 kiloqramı tamına yeyəcək. Çünki lider 55-lər çox yem yeyirlər. Video bu qədər idi. Kim istəsə 050 891 35 35 nömrəsi ilə əlaqə saxlaya bilər. Ümumi baxılma qaydasına hər bir şeyini, dərmanını göndərmək şərti ilə ümumi 60 manat xərciniz çıxacaq. Amma inanın ki, məndən 10 qat daha çox qazanc əldə edə biləcəksiniz. Çünki işin tempini öyrədirəm. Allah min qazancınızı versin. İstəyənlər əlaqə saxlasın.